Bismillahirrahmanirrahim. Allaha and verək, Allahlığına xatir etdiyimiz ibadətləri, itaətləri ali dərəcədə qəbul eləsin inşallah. İnsanlar savab işlər qazansalar da, yaxşı işlər görsələr də, Allah uzaq eləsin, bəzi günahlar o savab işləri puça çıxarır, aradan aparır. Misal üçün, bir şəxs bir idarədə yaxşı işlərlə məşğul olur, gözəl işlərlə məşğul olur, savab işlərlə məşğul olur, amma idarə rəisinin oğlunu qətlə yetirir. Bütün gördüyü o yaxşı işlər aradan gedir, puça çıxır. Görürsən, bəzən bir söyüş illərin dostluğuna son qoyur. Bir qaşıq zəhər insanın sağlamlığını aradan aparır. Bir an rol arxasında yuxulamaq insanı uçuruma aparır. Bəli, bəzi günahlar var ki, insanın bütün əməllərini yoxa çıxarır, puça çıxarır. Ona görə insan öz əməllərindən müğayət olmalıdır. Elə namazın vacib olmasının hikmətlərindən də biri budur ki, gündəlik ki, insanlar namaz qılırlar, o gördükləri savab işlər ki var, qazandıqları yaxşı işlər ki var, namaz onları qoruyub saxlayır. Hədisdə də gəlib ki, namaz sizləri pis və çirkin əməllərdən saxlayır.